Newcastle United futbol klubu 1892-ci ildə İngiltərənin Newcastle upon Tyne şəhərində yaradılıb və ölkə futbolunun ən köklü klublarından biri hesab olunur. Klub ev oyunlarını şəhərin mərkəzində yerləşən 52 mindən çox azarkeş tutumuna malik St. James Park stadionunda keçirir. Qara-ağ rəngləri ilə tanınan komanda Magpies, yəni sağsağanlar ləqəbini daşıyır və İngiltərənin ən sadiq azarkeş kütlələrindən birinə sahibdir. Newcastle United tarixində 4 dəfə İngiltərə çempionu olub: 1905, 1907, 1909 və 1927-ci illərdə. Klub FA Cup'ı 6 dəfə qazanıb: 1910, 1924, 1932, 1951, 1952 və 1955-ci illərdə. 1909-cu ildə FA Community Shield kubokunu qazanıb. Bundan başqa Newcastle Championship'i, yəni 2-ci liqanı 4 dəfə 1993, 1997, 2010 və 2017-ci illərdə çempion kimi başa vurub. Uzun illər kubok həsrətində qalan Newcastle United nəhayət 2025-ci ildə Liga kubokunu, yəni Carabao Cup'ı qazanaraq 1955-ci ildən sonra ilk böyük daxili kubokuna sahib olub və tarixində yeni bir dövr açıb. Avropa səhnəsində klubun ən böyük uğuru 1969-cu ildə Intercities Fairs Cup, yəni şəhərlərarası yarmarkalar kubokunu qazanmasıdır.